Abşeron rayonunun Xırdalan şəhərində 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Novruzov 17 il azadlıqdan məhrum edilib. İttihama görə o Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Heybət Mahiroğlu Quliyevi xüsusi amansızlıqla qətlə yetirib. O Heybət Quliyevi 20 manat borca görə öldürüb. Məlum olub ki, Xırdalan şəhərində mebel ustası işləyən Heybət İlkin Novruzovla tanış olub. İlkin Vətən müharibəsi iştirakçısı olub və müharibədən sonra evinə qayıtsa da heç bir yerdə işləməyib. Onun 20 manata ehtiyacı yaranıb və həmin məbləği Heybətdən borc alıb. 20 günə qaytaracağını bildirib. Hadisədən bir ay keçməsinə baxmayaraq İlkin borcu qaytarmayıb. Heybət borcunu tələb etdikdə İlkin müxtəlif bəhanələrlə bundan yayınmağa çalışıb. Sonunda Heybət ona zəng edərək borcu tələb edib və aralarında mübahisə yaranıb. Bundan əsəbləşən İlkin evdən bıçağı götürərək yaşadığı Masazır qəsəbəsindən Xırdalana gedib və Heybətlə görüşüb. Danışıq zamanı mübahisə daha da gərginləşib. İlkin özü ilə gətirdiyi bıçaqla Heybətin boğazını kəsərək onu qətlə yetirib və hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İlkin Novruzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.